Bugündən başlayaraq ölkə ərazisində yağıntılar intensivləşəcək. Aprelin 15-i və 16-sında qeyri-sabit hava şəraitinin daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir küləyin sürətinin saniyədə 25-30 metrə çatacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında da fasilələrdə yağış yağacaq.